Doğmalarına öz yoxluğu ilə əta edib getdiyi boşluğu, mehriban, həm də biraz sərt baxışlarını qarşısından keçənlərə zilləyən şəkilləri doldurur. 2016-cı ilin aprel döyüşlərində şəhid olan Nicat Bəhrizoğlu İskəndərov ağlına da gətirməzdi ki, nə vaxtsa ac günlə bişirilən tortlar onsuz kəsiləcək. Cəmi 27 yaşı vardı. Bundan sonra da həmişə 27 yaşı olacaq. Ağır döyüşlərdən Azərbaycan bayrağına bürünərək və aldığı yaralar bir də sızlayıb onu ağrıtmasın deyə əbədi olaraq vətən torpağına tapınır. Necə ki, vətən düşmənə tapdaq olmasın deyə ona tapınmışdı. Mənim üçün bir fələk, bir yiğit, mənim qolumun gücü, dizimin taqəti, nəfəsim, gözümün nuru, millət üçündə bir pələng, o bir pələng. Böyüyüb boya başa çatdığı tərtərdə indi neçə könüldən, yaddaşdan onun güləri, saf xatirələri boylanır. Dostları onunla demədiyi bir gözəl bir sözdə qaldı. Onu sevməyən bir insan olarmı? Tərtərdə onu tanıyan insanları sevməyə bilərdim onu. Müharibənin amansız üzünü körpəlikdən tanıyırdınız. Uşaqlığı güllə altında keçmişdi. Laylası atəş səslərindən yorulmuşdu. Tali ona hələ beşikdəcə əskər qisməti yazmışdı. Nicat yaranışdan elə qəhrəman balam, əskər balam. Allah bütün balaları bax belə iyi, qorxmaq bilir. Əskər bilir, döyüşçü bilir. Onda bəlkə bax bu vətən elə bilir. Mən bəlkə də onu bir uşaq bilirdim, amma o atası elə yiğit balaymış. İndi Nicat İskəndərovun doğmaları onun qayıdacağı günü gözləyir. Nicat qələbə xəbərində yenidən doğulacaq bu gün onun istirabını çəkənlər üçün. Gün əzirə deyil. Allah şəhidlərimizə rəhmət eləsin. Bax, orada əli təkdə olan balalarımızın Allah canı salamat. Allah onları atalarının, analarının, valideynlərinin üstünə sağ salamat taşlar. Yəni, sevişlə qaytarsın. O sevişlə ki, qələbə sevişsin. Desinlər ki, ayana baxdı, torpağı aldı. Bir qız bir ömür xısın ağlayıb gözləyəcək Nicatı. Açılmayan toy xonçalarını yığıb saxladığı həsrətini ancaq sevgilisinin məzarı ilə, xəyalları ilə bölüşəcək. Həvəslə saxladığı göyərçinlər də qanad aça bilmir daha. İzi qalan hər addımda bir həsrət gülü açacaq amma. Uğrunda can verdiyi amalın qələbə müjdəsini eşidənə qədər məzarı da qızınmayacaq şəhidin. O, nakamlıqdan ölümsüzlüyə keçən nöqtədə dayanıb qələbə xəbərini gözləyəcək.